Salam aleykum, axşamınız xeyir. Hər birinizi salamlayıram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Bu gün mən poliplə bağlı danışmaq istəyirəm. Bu polip ki, belə deyim də, başı bunun buraxılanda, bunun müalicəsi olmayanda o bəzi insanlarda gətirir, onkoloji xəstəliyə qədər çıxardır. Və belə bir şey var ki, demək polip varsa, məsələn üçün mədədə, bağırsaqda, məsələn üçün ötdə olanda onsuz bir şey eləmək olmur. Tutaq ki, bağırsaqda var, mədə var, kəsib götürürlər. Bir neçə aydan sonra, bir neçə ildən sonra o yandan çıxır, bir yandan çıxır. Bu çıxa-çıxa gedir. Yəni bunu yığışdırmaq olmur. Bir şey deyim sizə, diqqətlə qulaq asın. Videomuz biraz uzun olacaq inşallah, amma faydalı olacaq. Hər birinizdən xahiş edirəm, videonu bəyənin, paylaşın, Allah üçün insanların qarşısına çıxsın. Bir qardaş var, demək, başına belə bir hadisə gəlib. Demək, necə belə bir şey olub? Demək, ödündə anasının polip olub, uzun illər bundan qabaq. Məni gördü qardaş, özü tibbin içində olan adamdır, tibbi gözəl bilir. Demək, gözəl xəstəxanalarda, özəl yerlərdə, xəstəxanalarda belə deyim, gəzib. Həkimləri gəzib. Artıq bir 15 həkimə gedib. Hamısı deyib ki, bu polip götürülməlidir. Öd götürülməlidir. Öd götürülməlidir. Qardaş nəsə razılaşmayıb. Qardaş razılaşmayıb və bu qardaş başlayıb araşdırmağa. Türkiyəyə qədər gedib çıxıb və orada həkimlərdən biri, cərrahlardan biri nəsə belə tanışdıqla həkim deyib ki, mən bir şey deyəcəm sizə, bunu eləyin. 15-20 gün eləyin. O bitkini də axırda mən sizə deyəcəm. İndi siz çoxsu burada gəlib yorumlarda ola bilər yazacaq ki, bu rəvayətdir, nə bilim nədir. Rəbbim şahiddir ki, bu heç 10 gün olmaz ki, bu mənə deyilən bir sözdür. Sadəcə olaraq bu yorumu gördüm, polipidə yadıma düşdü, dedim, çəkim olsa çəkəcəkdim. O qardaş da izləyəcək bu videonu, təbii ki, görəcək. Vay mənim nə deyən qardaş. Bu qardaşa bu bitkini deyiblər. Düz bu bitkinin adı çox çəkilmir. Mən bilirəm ki, onkoloji xəstəlikdə fayda verir. Sonra ürək qan damar sisteminə fayda verir. Xolesterinə fayda verir. Bax belə, faydaları var. Amma polipdə mən bunu açığı bilmirdim. İçiləndə də biraz siz görəcəksiniz, kim içsə, biraz acı fasondur. Demək, bu bitki, qayıdım bu məsələyə. Anası və bu həkim deyib ki, bunu inşallah eləyin. 15 gün, 20 gün için, hər gün bir stəkan için. 15 gün içib anası, qardaşın və gedib elə 15 gündən sonra gedib elə həmin ki, haradakı yoxlanmışdı, diaqnoz qoyulmuşdu polip və başqa xəstəxanalar birinci olan yerə gedib yoxlanıb 15 gündən sonra deyiblər niyə gəlmirsən, səndə polip yoxdur. Polip əriyib gedib. Bax, buna aləmlərin Rəbbi olan Allah şahiddir ki, mənə necə deyilibsə, o qardaş mənə dedi ki, mən bunu istəyirəm ki, Allah üçün sən paylaşasan. Çünki insanlar əziyyət çəkir. Yəni, polip varsa ötdə, mən ötdən söhbət edirəm. Amma bu bir şey deyim. Bu bitki ötdə olan polipi əridibsə, 100% deyirəm ki, mədədə və 12 barmaq bağırsaqda, yoğun bağırsaqda olan polipləri də Allahın izni ilə əridəcək. Ən azından yoxlaya bilərsiniz. Ucuz bir bitkidir. Yəni, dayanın. Əgər sizə əməliyyat deyirlərsə, əməliyyata gedirsinizsə, 15 gün, 20 gün inşallah içsin mən deyən qaydada və olmasa gedərsiniz əməliyyata. Mən özüm də profilaktik, indi ondan bir dəqiqə içirəm. Mən də Allah üçün bunu paylaşdım. Xahiş edirəm, videonu bəyənib paylaşarsınız. Bax, bunu o həkim deyib. Həkim özü etiraf edib ki, mən deyirəm, amma çalış bunu yayma ki. Necə ki, betadində oldu bu şey. O vaxt mənim dostum var idi, əməliyyata gedirdi Babasildən. Əməliyyata gedirdi, bu qardaş mən elə bildim əməliyyata gedib, nəysə mən başıma gələm, nəysə bu icazə aldı, işdən çıxdı, getdi mənim dostum. Bir müddətdən sonra dayıcım, mənim məlumatım olmadı, mən elə bildim ki, getdi əməliyyat oldu.
Mən də babası ilə yanında o qardaşı zəng etdi. Sən kimə əməliyyat elət dedim babası ilə. Dedi ki, bir həkim var idi, mənə dedi ki, əməliyyat eləyəcəkmiş bunu. Deyib ki, get bu betadini elə, biraz səndə ağır vəziyyətdə bu dəqiqə, yüngülləş, gələrsən sən əməliyyat eləyəcəm. O betadini qardaş eləmişdi, sağalmışdı. Ondan sonra mənə dedi, mən də elədim, mən də sağaldım, mən də götürdüm, yaydım. Yaydım insanlara ki, paylaşdım Allah üçün ki, belə bir şey var, gedin eləyin, sağalın. Bu belə yayıldı. Bu həmçinin də bax bu həmən bitki. İndi mən deyirəm bunu Allah üçün. Qardaş mənə dedi, o qardaş danışmaq istəmədi, amma mənə dedi ki, sən danışın. Mən də Allah üçün deyirəm sizə. O bitkinin adı Dəmirov bitkisi, Dəmirov. Düzdür, bunun təbabətdə adı çox çəkilmir. Çox təəssüf olsun. Mən deyərəm ki, bu polipə təsir edən bitki, 3 dənə bitki deyəcəm sizə. Bu Dəmirov da əlavə edin ora. Tək olaraq, onun anası tək olaraq Dəmirov bitkisinin 15 gün içib 1 çay qaşığı, 1 stəkan böyük 200-300 ml qaynar suya 1 çay qaşığı tökülür bitki. Nəlbəki ilə ağzı bağlanılır, 20 dəqiqə, 25 dəqiqə qalır və bunu səhər az qarına bir dəfə içirsiniz. O ilə içib. Mən isə istəyərdim ki, bura 2 dənə bitki əlavə eləyəm. Boymadərən bitkisi götürün. Məsələn, 1 miqdar. Deyək ki, 100 ml, 200 ml belə götürün. 200 ml gülünbahar götürün. 200 ml də Dəmirov otu götürün. 3 stəkan su götürülür. 200-300 ml çaşqalar var, ondan götürün. Tökün çaynikə, suyu qaynadın. Su qaynara düşəndə hərəsindən 1 xörək qaşığı, 1 orta xörək qaşığı çox yox, 1 orta xörək qaşığı tökün. 5 dəqiqədə qaynadın. Bunu səhər, günorta, axşam yeməkdən yarım saat qabaq için. Siz bunu 15-20 gün içsin. Kimdə polip varsa sonra gitsin yoxlansın. Əgər xırdalaşıbsa, balacalaşıbsa, əriyibsə 5 gün 10 gün fasilə verər, bir partiya da içər. İkinci dəfə də içər. Laf lazım olar 3-cü də içər. Amma ara-ara. Bax belə, inşallah bunu eləyin. Onunla yanaşı bir dənə də resept deyəcəm sizə. 1 litr şüyüd şirəsi çıxadırsınız. Çox çəkilməz şüyüdün şirəsini çıxadırsınız. 1 kiloqram da təmiz bal, fərqi yoxdur. Qarışdırın onu bir-birinə. Səhər axşam 2 xörək qaşığı 1 stəqana tökülür. Üzərinə də su əlavə olunur, ilıq su. Səhər axşam bu da içilir. Bununla yanaşı qazirə də yağı içə bilərsiniz. Səhər axşam 1 orta xörək qaşığı içə bilərsiniz. Siz bunları eləyin inşallah. Amma bu Dəmirov otunu yaddan çıxartmayın. Bütün fitoklublarda var. Rahatlığını əldə edə bilərsiniz. Başqa yerdə olmur o bitki. Bu bitkini hər yerdə tapmaq olmur, amma fitoklublarda var. Narahat olmayın, oradan ala bilərsiniz. Bax belə, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Mən bunu Allah üçün sizə dedim. Mənki bilirsiniz nədir? Doğru olan. O qardaş da bu videonu izləyəcək, baxacaq. Çox sağ olsun ki, o məlumatı mənə verdi. Mən də Allah üçün paylaşıram. Çünki ötdə polip varsa, mədə bağırsaq sistemində polip varsa birbaşa kəsməkdə onun başqa yolu yoxdur. Ödü bütöv götürürlər, onsuz. Öd də götürüləndən sonra insanın həyat komfortu getdi. Çünki öd bizə lazım olan orqandır. Biz öd dolur, hazır qalır. Biz qidalarından bir müddət sonra yığılır. Yəni axır qidaların üstünə. Təbii ki, mədaltı vəzdən də öz fermentlərini bir-birinə qarışdırır, tökülür mədaltı vəzin fermentlərinin birlikdə. Həzm sistemi gözəl gedir. Amma belə öd olmayanda birbaşa axır, burada həzm sistemi pozulur. 99% insanlarda, öd götürən insanlarda həyat komfortu gedir. Yəni həzm yaxşı olmur. Mən bunu Allah üçün paylaşdım. Rəbbim yenə də şahiddir ki, yəni olduğu kimi danışıram. Bax belə, çalışın bunu eləyin. Ən azından 1 kurs, 2 kurs eləyin. Sonra görəsiniz ki, alınmır. Gedərsiniz, əməliyyat olarsınız. Və son vəziyyətdə də, alınmayan vəziyyətdə. Ən azından yoxlaya bilərsiniz. Türklər demişkən dənəyə bilərsiniz. Belə, çox sağ olun, var olun. Çalışın videonu bəyənin, paylaşın, insanların qarşısına çıxsın. Mən Allah üçün paylaşdım. Sizə də bir dənə düşür ki, videonu ürəyi basmaq, bir də videonu paylaşmaq. Vəssalam. Belə, var olasınız, çox sağ olun. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Valla dünyada heç birimiz qalmayacağıq. Yalnız özümüzdən əməl aparacağıq. Nə eləyəcəyik onu? Aləmlər Rəbbi olan Allah bizə bu dünyada və axirətdə rəhm eləsin, yardım eləsin. Bizə cənnəti nəsib eləsin, cəhənnəmi yox. Bizi əfv eləsin. Çox sağ olun, var olun.